Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisal İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verilişini izləyirsiniz. Əziz tamaşaçılar, mövzumuzu və aktual suallarımızı studiyamızın qonağı ilə müzakirə edib cavablandıracaq. Qonağımız Milli Məclisin deputatı Nigar Məmmədovadır. Xoş gəlmişsiniz Nigar xanım, xoş gördük sizi. Salam. Nigar xanım, bildiyimiz kimi Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James David Vance regional səfər edib. Ötən həftə ərzində İrəvanda müvafiq görüşlər keçirən cənab Vance Azərbaycana səfər edib. Bu səfərin region üçün ümumi mənası nədir? Həmçinin tərəflər arasında bildiyimiz kimi strateji tərəfdaşlıq xartiyasının imzalanması barədə fikirlərinizi öyrənmək istərdik. Buyurun. J.D. Vance'in Azərbaycana səfəri, əlbəttə ki, biz bunu təhlil etməmişdən Azərbaycan-ABŞ münasibətlərini 8 avqust 2025-ci ilə bir ekskurs etməliyik. Çünki 8 avqust 2025-ci ildə Azərbaycan-ABŞ münasibətləri biz çox faktorları nəzərə alaraq, bir çox prizmadan biz buna baxmalıyıq. Yeni bir mərhələyə qədəm qoyduq. Burada biz həm ABŞ-ın Azərbaycan-Ermənistan arasındakı münasibətlərə nə qədər çox diqqətlə yanaşması, nə qədər Azərbaycanın sülh və təhlükəsizlik qarantı olaraq, Azərbaycanın sülh prinsiplərinin müəllifi olaraq, Azərbaycanın sülh prosesinin müəllifi olaraq mövqeyinin qəbul edilməsi, Azərbaycan ideyaların təşəbbüslərinin qəbul edərək regionda o sülh və təhlükəsizliyə töhfə verməsinin biz şahid olduq. Digər tərəfdən Azərbaycan və ABŞ münasibətlərinin yeni bir mərhələsini biz deyirik, amma orada elə strateji tərəfdaşlıq haqqında xartiyanın hazırlanması ilə bağlı biz işçi qrupunun formalaşması ilə bağlı bir razılaşmanın əldə edilməsini gördük. Bu da məhz ABŞ Azərbaycanın bir mənalı şəkildə bir iradəsinin bir göstəricisidir, təzahürüdür, məhz nümayişidir ki, məhz o iradə göstərildi 8 avqust 2025-ci ildə. O iradə ortalığa qoydu. Həmçinin də faydalı əməkdaşlıq prinsipləri etimad göstərilərək, o inam göstərilərək bir-birlərinə məhz biz onun nümayişini gördük. Nə qədər Azərbaycan ABŞ üçün bir maraqlı, bir etimad göstərilən bir tərəfdaş kimi burada çıxış etdi və digər tərəfdən də növbəti bir dövr üçün strateji baxışlar, prioritetlər müəyyənləşdirildi 2025-ci ildə 8 avqust. Həm Azərbaycan-Ermənistan arasında Azərbaycanın irəli sürdüyü məhz burada fikirlər, təşəbbüslər burada öz əksini o razılaşmalarda tapdı. Nəinki razılaşmalarda burada tapdı. Həmçinin də o ABŞ bir nömrəli iqtisadiyyatı olan böyük bir super güc həmin bu prosesə öz şahidliyini etdi, öz vasitəçiliyini etdi. Bu da nə deməkdir? Mən regionda olan o Azərbaycanın regionda təkcə biz bunu deyə bilmərik, regionda sadəcə olaraq bu proses gedir. Azərbaycanın məhz müəllifi, Azərbaycanın qarant durduğu bu sülh və təhlükəsizlik prosesinə də töhfə verirəm. Mən bu vasitəçiliyimlə, mən şahid duraraq, mən bu prosesdə öz iştirakımla mən bu prosesə də öz töhfəmi verirəm və digər tərəfdən əlbəttə ki, burada 907-ci biz düzəlişin qüvvəsinin dayandırılması ilə bağlı razılaşmanı da biz qeyd etməliyik. Çünki bunlar hamı bütövlükdə Azərbaycan-ABŞ münasibətlərinin məhz gələcək bu biz ki bu J.D. Vance'in Azərbaycana səfərinin məhz bu səfər artıq bu münasibətlərin hansı ki o təməl daşı məhz möhkəmləndirilməsinin təməl daşı. Mən münasibətlərin təməl daşından danışmıram. Mən möhkəmləndirilməsi, yeni bir mərhələyə qədəm qoymasının təməl daşından danışıram. Məhz bu münasibətlərin kulminasiyasını biz bu səfər çərçivəsində görürük. Biz artıq Azərbaycanın regionda yaratdığı reallıqların ABŞ tərəfindən qəbul edilməsini görürük. Ümumiyyətlə, həm region ölkələri, həm qlobal, həm beynəlxalq arenada qəbul edilməsini görürük. Digər tərəfdən də biz o status quo-dur, o reallıqlardır.
artıq Azərbaycan müəllifi olan bu proseslər qəbul edilir. Digər tərəfdən də bütün bu həm səfər çərçivəsində danışılan o mesajlarda biz görürük ki, nə qədər bu sülhə və təhlükəsizliyə töhfə edir, sülhə və təhlükəsizliyə xidmət edir və burada Azərbaycanla ABŞ bərabər hüquqlu bir tərəfdaş kimi biz bu prosesdə onların mövqelərini görürük. Əlbəttə ki, indi biz hər halda müzakirə edəcəyik burada strateji tərəfdaşlıq haqqında. Xartiyanın siz region üçün ümumi nə nəticələr verə bilər? Əhəmiyyətini danışdınız. Əlbəttə ki, biz bu səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Xartiyanı təhlil etməliyik. Çünki Xartiya özlüyündə elə preambulada həm sülh və təhlükəsizliyə regionda artıq Azərbaycan o sülhə, təhlükəsizliyə nə qədər xidmət edir, nə qədər qarant kimi durur, biz onu bilirik. Amma elə preambulasında da həm 4 fəsli var, həm preambulasında da bu qeyd olunub ki, məhz bu imzalanan Xartiya regionda sülhə və təhlükəsizliyə xidmət edir. Digər tərəfdən Xartiya, baxın, görün, çox vacib bir məqamlardır bu. Bu ərazi bütövlükdür, bu suverenlik prinsipləridir, bu sərhədlərin toxunulmazlığıdır. Bu prinsiplərə əsaslanaraq bu da hər iki tərəfin eyni bərabər bir mövqedən çıxış etməsini bu göstəricisidir. Və digər tərəfdən də həm region bağlantılar burada öz əksini tapır. Enerjidir, tranzitdir, bu data bazalardır, nəqliyyatdır, burada logistik layihələrdir, yəni regional bağlantılardır. Digər tərəfdən bu iqtisadi sərmayələrdir, burada təhlükəsizlik sahəsi, mən bir neçə fəsilləri artıq öz fikrimi bildirirəm. Burada təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlıqdır və sonda da artıq görün Xartiyada Xartiyanın artıq nə qədər tərəflər bu Xartiyaya diqqət yetirir, bu Xartiyaya önəm verir. Bu Xartiyanın 4-cü fəslində komissiyalar fəaliyyət göstərir. Mən tamaşaçıların da diqqətinə çatdırım ki, məhz Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələndirici, səhv etmirəmsə belə hər tərəfli strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasının nəticəsində məhz komitənin yaranmasını biz gördük. Burada da bir fərqli prosedurdur, işçi qruplarının yaradılması. İşçi qruplarının yaradılması da müxtəlif sahələrdə bunlar həm yol xəritələrinin, proqramların, layihələri hazırlayaraq, görün, bu çox vacib bir, əhəmiyyətli bir prosesdir. Bunlar bu prosesə əməkdaşlığın, strateji tərəfdaşlığın dərinləşməsinə öz töhfələrini verəcəklər. Ümumiyyətlə, belə desək, Nigar xanım, ümumiyyətlə bu görüşlər, səfərlər, sənədin imzalanması Azərbaycan-Ermənistan münasibətlərini regionda beləsə müsbət təsirləndirə bilər. Bu barədə nə demək? Burada mən elə biz regional bağlantını gəlin qeyd edək. Regional bağlantı fəslində Azərbaycandan öz ərazisindən digər əraziyə keçid və bağlantının təmin edilməsi öz əksini tapıb. Digər tərəfdən nə qədər bu imzalanan elə strateji tərəfdaşlıq haqqında Xartiya regionun beynəlxalq əhəmiyyətinin həm tranzit baxımından, həm ticarət baxımından əhəmiyyətinin qaldırılmasını, gücləndirilməsinə öz töhfəsini verir. Bu da nədir? Əgər bu preambulada biz sülh və təhlükəsizliyə xidmət etməni nəzərdə tutur bu Xartiya, bu həmçinin də həm iqtisadi, bugün artıq Azərbaycan Ermənistanı o blokadadan keçirmək üçün Azərbaycanın ərazisindən malların, məhsulların ötürülməsinin biz şahidi oluruq. Artıq görün, neçə aydır ki, Azərbaycanla Ermənistan sülh şəraitində yaşamağı öyrənirlər. Cənab Prezident bunu çıxışlarında da deyir. Və bu da gələcək ticarət, iqtisadi əlaqələrin əlbəttə ki, inkişaf etdirilməsi üçün də bir töhfədir, bir təkandır. Azərbaycanın öz məhsullarının Ermənistana ötürülməsini biz şahidi oluruq və burada da əlbəttə ki, elə birinci fəsildə də biz trip marşrutunun layihəsində əks etdirilməsini biz burada qeyd etməliyik və orta dəhlizin bir segmenti kimi, çünki orta dəhlizin bugün ötürüldüyü
Avropanın birləşdirərək görün nə qədər bir və burada da əlbəttə ki o trip layihəsi segment olaraq nə qədər regionun beynəlxalq əhəmiyyətini, ticarət iqtisadi əlaqələrinin gücləndirilməsinə töhfə verəcək. Burada çünki logistik layihələr də var, nəqliyyat layihələri də var, burada data baza bağlantıları da var, burada enerji bağlantıları var. Yəni biz detallara geçsək, bugün Azərbaycan həm generasiya edən dövlətdir, həm toplayan dövlətdir, həm də ki bölən, ötürən, paylayan dövlətdir. Bu istehlak edir, həmçinin də bunu ixrac edir. Nadir bir dövlətlər var ki belə, yəni həm generasiya edir, həm də bunu bir də burada təkcə ənənəvi enerjidən söhbət getmir. Burada həmçinin də bərpa olunan enerji layihələrindən söhbət gedir və bunu da biz ikinci fəsildə görürük ki, sərmayələrin qoyuluşu, çünki burada artıq süni intellektdir, rəqəmsal texnologiyalar layihəsidir, yeni platformaların, yeni modellərin öyrənilməsidir, kadr hazırlığıdır, işçi qüvvəsinin formalaşmasıdır ki, burada çünki yeni texnologiyalar gəldikdə fikir mübadiləsi gedir, kadrların hazırlanması gedir və burada artıq kosmik sahədir, süni intellekt. Nigar xanım, siz süni intellekt məsələsinə toxundunuz. Bildiyimiz kimi, bunu da az öncə qeyd etdiniz, sənəddə həmçinin süni intellekt mərkəzlərinin yaradılması, Azərbaycanın su təminatının gücləndirilməsi kimi əsas məsələlər də belə xarakterizə olunur. Bu barədə ümumiyyətlə süni intellekt Azərbaycanın həm süni intellekt strategiyasını biz nəzərdən keçirməliyik, tamaşaçıların da diqqətini çatdırmalıyıq. Azərbaycan bu sahəyə çox böyük diqqət yetirir. Azərbaycanın süni intellekt gələcəkdə süni intellekt hubuna çevrilməsi, burada kiber təhlükəsizlik mərkəzlərinin, IT mərkəzlərinin yaradılması və burada çox vacib bir məqam enerji məqamıdır. Çünki adi sorğu yönləndirildikdə, süni intellektdə görün neçə serverlərdən bu sorğu keçir və neçə serverlərdən keçərək bu enerji tələbatına ehtiyac var. Həmin enerji də məhz Azərbaycandadır. Azərbaycan həm 16 dövlətin bugün enerji təhlükəsizliyində çox vacib bir rol oynayır. Onların da 11-i NATO üzvüdür, onun 10-u Avropa İttifaqının üzvüdür. Yəni bütün bunları nəzərə alaraq, amma digər baxımdan da bərpa olunan enerjini də biz qeyd etməliyik və bütün bu enerji Azərbaycanın hələ istifadə etmədiyi, Azərbaycan istehlak etmədiyi, Azərbaycanın zəngin bir enerji potensialı var. Çox sağ olun Nigar xanım, fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Siz sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Nigar Məmmədova idi. Gələn görüşlərə dək.